Mən Cəlilabad rayonunun Güneyli kənd sakini İskəndərov Pərviz Həsənoğlu. Mənim buradan sözüm cənab prezidentədir ki, xahişim cənab prezidentədir ki, bizim bu günümüzlə, qəranımızla rastlaşsınlar, bilsinlər ki, biz nə zülümlər çəkirik. Mən 4 uşaq atasıyam, qalmışam bu kəndin yollarından. Cənab prezident, bizim icra başçısı gəldi ki, yol çəkiləcək, nə bilim, tim məntəqəsi çəkiləcək, heç bir şeyimiz yoxdur. Çox bərbad gündə yaşayırıq. 130 ailənin yaşadığı kəndin yoluna baxın. Olsun bizim bələdiyyəmiz, olsun bizim deputatlarımız, olsun bizim icra başçımız, olsun bizim kənd sovetimiz bir dəfə olsun bu kənddən maraqlanmırlar ki, bu kənd necə yaşayır, bu kəndin yolu nədir, irizi nədir. Heç kim heç bir şeylə maraqlanmır. Buradan da mənim TikTok'da dostlara, tanışlara, hamısına xahişim odur ki, bunu paylaşsınlar, hər bir kəsin qarşısına çıxsın. Çox bərbad gündə yaşayan bir xalqıq biz. Baxın da 130 ailənin yaşadığı nə qazı var, nə yolu var, nə məktəbi var. Heç bir şey yoxdur, tibb məntəqəsi yoxdur, yolumuz yoxdur. Heç bir şəxs bizlə maraqlanmır ki, bu yolda sizcə uşaq necə piyada məktəbə gedib gəlsin? Bunu xahiş edirəm, bunu paylaşın ki, cənab prezidentimizin qarşısına çıxsın. Bax, bəli, bu Cəlilabad rayonunun Güneyli kəndidir, Ağdaş Sovetinin Güneyli kəndi. Bu kəndin haqqında heç kim maraqlanmır ki, bu kənd necə yaşayır. Bu bələdiyyə seçkilərində hamı gəlir ki, səs verildi, hə, Allah canınızı sağ eləsin, lap əla. Olsun kənd soveti, olsun nə bilim icra başçısı, olsun deputatımız. Deputat seçkilərində gündə bir dənə Qalınvagil gəlirdi bu kəndə. Hərənin əlində bir qucaq kağız. Ne inirəm o kağızı? Nəyimə lazımdır mənim? O mənə bir xeyri olmayan bir şeyi, ne inirəm ki, mən o deputat mənim nəyimə lazımdır? Cənab prezident, onlara ayırdığınız maaşı ayırın bu kəndin yollarına da. Onsuz bunu siz tək başına eləyirsiniz da, cənab prezident. Ne inirsiniz bu deputatı, ne inirsiniz bu icra başçısını, ne inirsiniz bu bələdiyyəni, ne inirsiniz bu kənd sovetini, bu nəyə lazımdır ki? Hamısı qanunsuz pullar özləri üçün vəsait yığırlar. Bu kəndin, bu xalqın haqqında heç kim maraqlanmır. Bu nə deməkdir, mən bunu bilmirəm. Mən 4 uşaq atasıyam. Mən qalmışam 3 kilometr yol gedirəm hər gün. Hər gün bu yoldayam. Mən daş çarxanasında daş atıb, gəlib mən uşağı necə maşınla məktəbə aparım, gətirim bu yolda özlətim olur. Piyada da getmək mümkündür. Bunun açıqlamasın bir dənə bir qanunu, bir dövlət işçisi çıxsın ki, cənab prezident desin ki, bu problem buna görədir. Qazımız yoxdur, başa düşdük. Tibb məntəqəmiz yoxdur, başa düşdük. Və yaxşı